HTML-də ID, class və digər atributların nə üçün istifadə edildiyini bilmək istəyirsə, bu video sizin üçündür. Salam, hər vaxtınız xeyir. Mən Azad Eyvazov. 5 il aktiv olaraq proqramlaşdırma ilə məşğul oluram. Kanalımda WordPress və HTML dərsləri var. Gələcəkdə CSS, Bootstrap, PHP, Laravel, CodeIgniter və s. dərsləri keçməyi planlayıram. Əgər gələcəkdəki dərslərdən xəbərdar olmaq istəyirsə, kanalıma abunə olub, videoları bəyənməyi və zınqırova basmağı unutmayın. İndi isə keçək dərsə. Bugünkü mövzumuz HTML təqlərində istifadə edilən atributların mənalarıdır. Mən əsas istifadə olunan, yəni ən çox istifadə olunan və istifadə edilməsi məsləhət görünən 15 atribut üzrə sizə məlumat verəcəm. Nədir bunlar? Mən not dəftərində qeydlər aparmışam. Burada sizin üçün hamısını qeyd eləmişəm. Bunları şifahi olaraq yadda saxlayaq və ondan sonra da keçək biz VS Code-a. VS Code-da artıq biz bu atributlar üzərində işlər görəcəyik. Yəni praktika eləmiş olacağıq. Deməli biz VS Code-a daxil oluruq. Bizim HTML dərsləri qovluğumuz var. Əgər əvvəlki dərslərə baxmamısınızsa, o dərslərin hamısına baxmağınızı tövsiyə edirəm. Niyə görə? Çünki o dərsləri baxmasaz, indiyə kimi öyrəndiyimiz şeyləri bilməyəcəksiniz. Biz VS Code-u açırıq. Bizim yenilənmə gəlib. Biz indi nə etməliyik? Həmişəki kimi yeni bir fayl yaradırıq. Bunun adını qoyuram. Attributes .html. Bunu qoydum. Həmişəki kimi nida vasitəsilə, yəni Shift 1 kombinasiyası vasitəsilə əsas HTML strukturlarını gətirirəm və burada qeyd etdiyim şeyləri comment line olaraq yazım ki, göz önündə olsun. Deməli, comment line üstünə inirdik. Kiçikdir, nida, 2 xətt. Və bunların arasında nə yazsaq, hamısı komment içində olacaq. Yəni bizim, belə deyək, brauzerdə görsənməyəcək. İlk öncə başlayaq ID atributundan. ID atributu nədir? ID atributu səhifədə yalnız bir dəfə istifadə edilə bilər. Yəni bu düzgün variantdır. Birdən çox istifadə edəndə nə olur? Yalnız bir dənə ID atributu üzərində hər hansı bir stil dəyişikliyi və yaxud da ki, funksionallıq, yəni JavaScript vasitəsilə funksionallıq əlavə etmiş oluruq. Digərlərinin heç birinə təsir edilmir. Ona görə də ID unikal atributdur. Yalnız səhifədə bir dəfə istifadə oluna bilər. Biz ID atributunu necə yaza bilərik? Deməli, burada məsəl üçün hər hansı bir div yazırıq. Divin içində ID atributunu yazıram. Məsəl üçün ilk atribut yazıram. Fikir versəz, mən xətt vasitəsilə iki və ya daha sözü əlavə edirəm. Nə üçün? Çünki bunları ayıranda, keçən dərsdə də demişdim, indi ID-də dəqiq bilmirəm, amma mən bilən ID-də də olmalıdır. Məsəl üçün ilk və atribut, bunlar ayrı-ayrı ID olaraq hesablanır. Bu ayrı bir atributdur, bu isə ayrı bir atribut. Məsəl üçün biz style tagi vasitəsilə bunlara stil versək, məsəl üçün ilkə color red verim. Sonra bir dənə də atribut. Niyə belə eləyir? Atributa da bir dənə color blue verim. Bundan daha dəqiq baxa biləcək. Mən istifadə eləmirəm deyə. Ona görə yadımda qalmayıb bu. İndi sizlə bir yerdə mən də yaddaşım təzələnmiş olacaq. Biz attributes.html-i Google Chrome vasitəsilə, yəni siz nə istəsəz aça bilərsiniz. Mən Google Chrome-dan açıram. Deməli, belə bir şey gəldi. Ağappaq ekran. Niyə? Çünki divin içində heç nə yazmamışıq. Məsəl üçün, Azadı yazıram. Save elədim. Baxıram, görürəm ki, heç bir dəyişiklik olmuyor. Atributu silirəm. Azad dəyişdi. Deməli, atributa color yox, background color versəm. Background color blue. Deməli, belə başa düşürəm ki, ID bir dəfə istifadə olunur. Biz ilkə
Neyim burada? Attribute, background color, blue. Bunu buna versək, baxaq görək nə olacaq. Bunu da silirəm. Yox, bunu silirəm. Gördüyünüz kimi bir dənə ID vermək olur. Yəni mən belə başa düşdüm ən azından. Belə. Yəni biz ID vasitəsilə və class vasitəsilə tagə div olsun, p olsun, nə bilim başqa taglər, başlıq tagləri və s. bütün taglərə ID və class vasitəsilə nə edə bilirik? Stil və ya funksiyonallıq və yaxud da ki, hər ikisini eyni anda verə bilirik. Buna görə də biz nə etməliyik? Divə ya ID, yəni hər hansı bir tagə ya ID ya da ki, class verməliyik. Məsəl üçün, bir dənə div hazırlayıram. Bu divin içinə class yerləşdirirəm. Klassı məsəl üçün olsun Azad. Azad, burada da H1 tagi içində nə yazıram? Azad Eyvazov yazdım elə. Azad Eyvazov yazdım. Gəldim, burada Azad Eyvazov gəldi. H1 tagi olduğu üçün böyük yazılıb. Biraz da böyüdüm. Siz rahat görəsiniz deyə. Azad klassına biz stil vermək istəsək. Bunun da həmçinin biz həmin tagi deyirəm. Həmin klassı nöqtə vasitəsilə seçirik style'da. Stil, yəni belə deyək, CSS-də biz nöqtə vasitəsilə klassı seçirik. DS, yəni hashtag belə deyək, simvol vasitəsilə də ID-ni seçə bilirik. Deməli, Azadın məsəl üçün Azad divinin ölçüsü olsun, tutaq ki, 200 piksel. Heyti uzunluğu olsun 200 piksel. Bunu yenilədim. Görürəm ki, heç bir dəyişiklik olmayıb. Nəyə görə? Çünki biz background zad verməmişik deyə nə olur? Etdiyimiz dəyişikliklər görsənmir. Məsəl üçün aqua rəngi verdim. Yenilədim. Gördüyünüz kimi nə oldu? 200 piksel. 200-ün 200-ə bizim bir elementimiz, tagimiz oldu. 200-ü buradan yığışdırsam tam ekran olacaq. Buradan da həmçinin heyti nə qədər isə normalda, yəni bu yazı nə qədər yer tutursa o qədər tutmuş olur. Yəni burada JavaScript vasitəsilə də biz funksiyonallığı yaza bilərik. Deməli, biz ID və klassın nə üçün istifadə edildiyini öyrəndik. Yenə qeyd edirəm. ID bir dəfə səhifədə istifadə edilə bilər. Klass isə birdən çox yerdə istifadə edilə bilər. Ola bilər ki, 5 dənə elementiniz var, 5 dənə belə deyək, ayrı-ayrı taginiz var və bu taglərdən 3-ünə biz qırmızı rəng vermək istəyiriksə, biz klass vasitəsilə verə bilərik. Yəni klass yazdıq, dəyər, ad və dəyəri yazdıq. Həmin dəyəri biz CSS vasitəsilə istədiyimiz rəngi, istədiyimiz yəni stili verə bilirik. Bundan sonra bizim nəyimiz var? ID, class, title. Title atributu nə edir? Məsəl üçün P tagi hazırladım. P taginin içində title yazdım. Title testing yazdım. Burada da məsəl üçün Azad yazdım. Bunu bağlayayım. Bunun üstünə gələndə gördüyünüz kimi testing yazısı gəldi. Yəni mouse ilə elementin üzərinə hover olanda, yəni üzərinə gələndə həmin yazdığımız title-ın dəyəri çıxır. Başqa nəyimiz var? Yəni bu çox sadədir deyə bunun üzərində çox durmuram. Başqa style atributu var. Bizim burada istifadə etdiyimiz style-ın yerinə də həmçinin biz nə edə bilərik? Məsəl üçün bir dənə H1 yazıram. Bunun içində style atributundan istifadə edirəm. Burada birbaşa həmin elementə müdaxilə eləyə bilirəm. Color məsəl üçün red. Burada da atribut yazıram məsəl üçün. Yenilədim, save elədim. Gördüyünüz kimi qırmızı rəng oldu. Bu elementin özünə, öz içərisində belə deyək, stil verməyimiz üçün istifadə edilən bir tagdir. Amma bu real layihələrdən məsləhət görülmür, çünki kod qarışıq olur. Bir də ki, atribut və dəyərin yazılış forması bu cür olur. Title, yəni ad, həmin atributun adı bərabərdir 2
qoşa dırnaq arasında dəyər yazılır və həmin dəyər vasitəsilə biz dediyim kimi məsələn ID və klassda müdaxilə edə bilirik stil və ya funksionallıq baxımından. Başqa nəyimiz var? Style atributunu izah elədim. Hidden. Hidden nə edir? Məsəl üçün burada da bir dənə h2 yazım, burada azad yazım. Ağlıma bir şey gəlmir deyə ancaq azad atribut və s. bu şeylərdən istifadə edirəm. Gəldim burada görürəm ki azad gəlib. Burada nə edirəm? Hidden verirəm. Hidden edəndə nə olur? Görsənmir. Ancaq kod tərəfində görsənir. Onda body'ni açdım. Burada gördüyünüz kimi h2 azad gəlib, amma ki bizim browserdə görsənmir. Yəni hər hansı bir məlumatı gizlətmək istəsəz hidden vasitəsilə edə bilərsiniz. Sonra lang. Lang nə üçün istifadə olunur? Lang isə tagin dilini, məsəl üçün elə yəni h2 eyvazor yazıram. Tagin dilini bəlli eləyir. Tag deyəndə yəni yazının dilini. Lang məsəl üçün az qoydum burada. Az yəni Azərbaycan deməkdir. Yəni bu yazının hansı dildə olduğunu qeyd edir. Bizim browserda heç bir dəyişikliğimiz olmayacaq. Yəni normal qaydada gəlir yazı, sadəcə SEO və accessibility, yəni belə deyək də əl çatanlıq üçün lazımı bir şeydir. SEO tərəfindən baxanda saytın, yəni bu yazının hansı dildə olduğu bəlli olur. Başqa dir atributumuz var. Yazıların hansı istiqamətdə olduğu, məsəl üçün çox ölkə soldan sağa zaten yazılır, amma məsəl üçün ərəb ölkələrində sağdan sola yazılar yazılır. Tutaq ki, yəni h3 test yazdım. Burada dir yazıram. Məsəl üçün ltr solda gəldi, rtldə də sağda gəlməlidir deyə düşünürəm. Gördüyünüz kimi sağda gəldi. Yəni dir neynir? Yazının solda yaxud sağda olduğunu bəlli eləyir. Başqa tab index var. Tab index nə işə yarayır? Məsəl üçün burada mən yenə h3 yazım. Tab yazıram. Tab index bərabərdir 1. Bu nə işə yarayır? Deməli, biz taba basanda, yəni klaviaturadakı tab knopkasına basanda ilk öncə, belə deyək, taba basanda hansının ilk çıxacağını, hansının sonradan seçiləcəyini yəni bəlli eləyir. Məsəl üçün tab index buna 1 verdim. Buna məsəl üçün tab index 2 versəm, save eləyirəm, baxıram. Taba bastım. Bir dəqiqə. Nəsə problem var. Bu sağdadır deyə mənim də başım qarışır. Amma bayaqdan səhv eləyirəm deyəsən. Tab index buna bastım, bu 1 gəldi, 2-yə bastım 2. Necə izah edeyim? Birinci dəfə taba basanda bu seçildi, ikinci dəfə taba basanda tab index dəyəri 2 olan seçildi. Yəni bu şəkildə yəni tabdan istifadə edən zaman onların sıralamasını birinci hansı gələcək? Məsəl üçün bu tabı 1, tab indeksini 1 elədiyim üçün bu gəldi. İkinci və sonra hansı gələcək onu təyin eləyə bilirik. Content table sözlə deyə bilmirəm. T yazıram. Məsəl üçün hər hansı bir tag yaza bilər, yəni yazı tagi, yəni yazı yazmağım üstün. P yazdım. Burada dəyişdirilə bilən mətin yazıram. Content table neyniyir? True verək. Həmin yazını biz özümüz, yəni istifadəçinin dəyişdirə bilən, edə bilməyi üçün edirik. Sözü də deyəmədim. Deməli, content table neyniyir? Gördüyünüz kimi mən normalda dəyişdirilə bilən mətin yazmışdım. Bunun üstünə basanda
2 və yaxud da hər hansı bir yazı ilə belə deyək müdaxilə edə bilmək şansımız olur. Yəni kodu yazan tərəfindən yox, təbii ki, istifadəçilər tərəfindən bu şeyi etmək olur. True yazmasam mən bilən işləməlidir. Yəni True'nun ona heç bir aidiyyəti yoxdur. Sadəcə content table yazaraq bu funksionallıqdan yararlana bilərsiniz. Əgər sizin proyektinizdə bu lazımlı bir şeydirsə. Spell check. Spell check neyiniyir? Məsəl üçün P test yazdım. Spell check'i true və yaxud da false edə bilirik. Bayaqçı ilə qarışdırmışdım. Spell check nədir? Məsəl üçün yazıda nəsə bir səhv varsa, məsəl üçün Apple yazdım. Apple'da heç bir şey görsənmədi. Amma məsəl üçün belə bir şey yazsam, yenə görsənməyəcək. Bunu izah edə bilməyim biraz çətindir, amma belə deyək. Orfoqrafiya yoxlamasını true və yaxud false edirik biz bundan. Necə deyim? Məsəl üçün yazı səhv yazılıbsa altında qırmızı xəttlər görsənir. Əgər true'dursa spell check. Amma false-dursa o qırmızı yazılar görsənmir. Çox güman qarşınıza çıxıb, sadəcə məndə alınmadı. Bilmirəm niyə. Bunu inputda yazsam text id spell check çox güman burada istifadə edilir. True yazdım. Inputda nəsə bir şey yazanda, məsəl üçün Apple yazdım. Bunda gördüyünüz kimi qırmızı heç bir şey gəlmədi. Belə yazdım. Nə oldu burada? Məsəl üçün belə. Gördüyünüz kimi o qırmızı hissə gəlir. Fikir versəz. Amma Apple yazsam və boşluq da qoydum, bu qırmızı xəttlər gəlməmiş olur. Yəni bunu yoxlayır. Orfoqrafiya düzgünlüyünü yoxlayır, belə deyək. Deyəsən kamera getdi, üzrlü sayın. Yenidən aktivləşdirdim. Deməli, spell check-i istifadə elədik. Draggable. Draggable maraqlı bir hissədir. Məsəl üçün, mən burada image tag açıram. Hər hansı bir tag aça bilərik. Şəkil.gif qoydum. Burada da draggable qoyuram və save eləyirəm. Burada şəklimiz gəlib. Bunu yox deyəsən, bu da deyəsən true false olmalıdır. Ya da şəkil yox, başqa şeydən istifadə eləyim. Şəkli unudun. P məsələn azad. P tagində azad yazdım. Bunu heç yerə aparmaq olmur gördüyünüz kimi. Yəni nə qədər çəksəm də getmir. Amma draggable eləsəm, bilməm indi true eləsəm gələcək yoxsa yox. Deyəsən true yazmaq lazımdır. True yazdım. Bunu gördüyünüz kimi hər hansı bir yerə sürükləyə bilirəm. Bayaq ancaq seçə bilirdim. İndi bunu sürükləyə bilirəm ancaq. Yəni bu işə yarayır. Autofocus. Autofocus isə səhifə ilk açılanda hansı hissənin fokuslanması lazımdırsa, hansı hissənin fokuslanmasını istəyiriksə onun vasitəsilə eləyirik. Məsəl üçün PES deyirəm. Focus. Burada da focus yazdım. Autofocus. True. Qatışdırıram. Bunu inputda yazım. Yəni yoxlayım. Autofocus. Gördüyünüz kimi ilk bura fokuslandı. Belə başa düşürəm ki, inputlarda, tekstdə bu istifadə edilə bilir. Mən bunları istifadə eləmirəm deyə dediyim üçün biraz qarışıqlıq baş verir. Amma gördüyünüz kimi sizlə bir yerdə həm yaddaşımı təzələyirəm, həm də bilmədiyim şeyləri öyrənirəm. Nə qədər bu dərsi izah eləsəm də mənim də yadımdan çıxan şeylər olur. Bu baxımdan üzrlü sayın məni. Başqa nə var? Data. Bunun vasitəsilə mən bunu praktikada göstərməyəcəm, çünki JavaScript səviyyəm çox aşağıdır, amma izah eləyə bilərəm. Məsəl üçün P data, məsəl üçün datada tredən sonra nə istəsə yaza bilərəm. Azad da yaza bilərəm, test də yaza bilərəm və s. Burada test yazdım. Deməli,
Data tre hər hansı bir dəyər nə işə yarayır? JavaScript-də biz bunun vasitəsilə həmin datanı idarə edə bilirik. Yəni bütün JavaScript funksionallıqlarından istifadə edə bilərik bunun vasitəsilə. Dediyim kimi bunu bir şey göstərə bilməyəcəm, amma sizə qarşınıza çıxsa lazım ola bilər. Yəni belə bir şey. Data vasitəsilə dediyim kimi burada istədiyimiz bir şey yazırıq. Deməli bunu da göstərə bilmədiyim üçün keçirəm digər taglərə. Role. Role da adından bəlli olduğu kimi həmin tagin nə işə yaradığını, nə üçün istifadə olunduğunu bildirir. Bu da SEO və accessibility üçün vacib belə deyək atributlardan biridir. Məsəl üçün nav nə üçündür? Navigation üçün, menu üçündür. Biz bu navı nə üçün istifadə edirik? Onu da SEO-ya və accessibility üçün bəlli edə bilməyimizə görə biz burada yazırıq. Role navigation. Yəni bunun birdən çox şeyi var. Belə deyək. Alert dialog, application, yəni dəyər, article, banner və s. bunlardan hansısa, yəni çoxdur burada. Bizim istifadə etdiyimiz tag həmin o dəyərə uyğundursa o dəyəri seçməliyik. Yəni role bərabərdir. Məsələn, nav olduğu üçün navigation seçdim. Amma başqa bir şey olsaydı başqa bir dəyər seçəcəkdim. Sonuncu isə aria hidden. Aria hidden-ı biz belə normalda görməyəcəyik. Azad Eyvazov yazıram burada da. Məsələn, aria hidden. Aria hidden elədim, save elədim. Gəlib burada baxıram. Azad Eyvazov görsənir. Bu nə üçün istifadə olunur? Görmə əngəlli insanların istifadə etdiyi ekran oxuyucular var ki, onlara bunun göstərilib, göstərilməyəcəyini biz autofocus deyirəm. Aria hidden vasitəsilə bəlli edə bilirik ki, yəni bu göstəriləcək yoxsa göstərilməyəcək. Bunda true var idi, yoxsa yox. Deyəsən bunda var. Yəni aria hidden vasitəsilə ekran oxuyucularında həmin mətnin, həmin hissənin ekran oxuyucularına göstərilib göstərilməyəcəyini təyin edirik. False yazsaq, yəni normal olaraq göstəriləcək. True yazsaq göstərilməyəcək. Belə dostlar, dərsimiz bu qədər idi. Nə qədər çətinlik çəksəm də, çünki az istifadə elədiyim taglər də var bunun içində və onlarda mən çətinlik çəkirəm. Məsəl üçün spell check, sonra draggable sayda idi. Autofocus true olub olmadığını, yəni autofocusun yalnız özünün yazılıb, dəyərinin yazılıb yazılmadığını bilməkdə məsəl üçün çətinlik çəkim. Nəyə görə? Bayaq da dediyimə gəlib çıxırıq ki, bunları az istifadə eləmişəm. Yəni insan nəyisə praktika elədikcə yaddaşında həkk olur. Ona görə də mən bunu çox praktika eləmədiyim üçün həkk olmayıb. Siz də çalışın, mənim kimi olmayın. Hər bir şeyi, sizə lazım olan hər bir şeyi öyrənin, praktikada istifadə edin və bunları çox istifadə eləyin ki, yaddaşınıza həkk olsun, sonra mənim kimi çətinlik çəkməyəsiniz. Belə, dərsimiz bu qədər idi. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videonu bəyənməyi, zınqırovu açmağı və xoş rəylər yazmağı unutmayın. Sağ olun, salamat qalın.